We are live. Mikrofonu danış görə işləyir. We are live. Yes, işləyir. Gəldik. Uzun zamandır gözlədiyimiz və döyüş dünən olub da, yox? Yes. Dünən bugün səhər hətta. Bugün səhər olub isti-isti çəkmişik. İsti-isti çəkmişik. Nə vaxtda indi yüklənər o Allah bilir. İnternet bu aralar çox zəifdir. Mingəçevirdə deyir qəza olub nəsə. Dayı lap zəif. Dayı lapı bilənlər bilərsən, bilməzsən. Təxmin edirəm ki, bir 6 günə, 5 günə. Bəli, təxminən elə çəkər. O gün qoşulmaq istəyirdim belə. Bəli, gəldik. UFC neçə idi bu? 323. 323 haqqında danışacaq nələr var, nələr. Əsas da hansı döyüşlər co-main eventdə nələr var danışacağımız. Yes. UFC 323. Belə amma yəni Merab Dvalishvili vs Pyotryan. Yes. Okay. Belə amma yəni bir neçə başqa mövzuya da toxuna bilərik. Bəli, toxuna bilərik. Başlayaq prelimdə maraqlı döyüşlərimiz varsa onları qeyd edək. Bizim yerlimiz də orada dalaşırdı. Çox təəssüf ki, istədiyimiz nəticəni bu dəfə ala bilmədik. Amma qısaca bir prelimdə İbo Aslan, düzdürmü? Edson Barboza da TK olub. Baxmışdın ona? Edson Barboza hara gəlib çıxıb? Yo, baxdım. Qəşəng oldu. O Knight'ın bütün finişlərinə baxdım. Marvin Vettori uduzub. Finiş deyil o deyəsən. Yes, o decision'dır. Hə. Çünki finişlərə baxdım, sonradan baxdım. Nəysə. Başlayaq. Yes. Sən qeyd elə də bunlara baxmısan. Hə. Deməli İbo Aslanı bir də Nazimi qeyd edəsək məncə okey olar. Məncə də. Deməli İbo Aslan İvo Baranevskiyə məğlub oldu. Baranevski bildiyimiz kimi yeni gəlib UFC-yə 6-0 idi. Birinci döyüşü idi. Birinci döyüş idi, bəli 7-0 oldu bu qələbə ilə. İbo Aslanın sayəsində 7-0 oldu. Və bu qələbəsi də birinci raundda bitdi. Bu qələbəsi də niyə deyirəm? Çünki ilk 6 döyüşün hamısını birinci raundda bitirib. İndi də 7-ci yenə birinci raundda bitirdi. İbo Aslanın problemi deyil də onda bu, hə? Ya məncə still İbo, indi ilk 6-sı UFC-də deyil, bilmirik. İbo bu döyüşə baxmağa imkanı oldu yoxsa? Valla highlightlarına baxdım deyəcəm, elə döyüş highlightdır da başdan. Yes. Özü döyüş highlightdır, alqaşaydım. Döyüş başdan ayağa highlightdır. O mənada mənə elə gəlir ki, biraz UFC İboya şans verəcək. İbonun uduza biləcəyi ən yaxşı döyüş idi. Ən yaxşı şəkildə uduzdu. Onu demək istəyirəm. Yəni başqa cür udursaydı artıq 3-cü ardıcıl məğlubiyyəti oldu. Yəni UFC-dən çıxa bilərdi, amma bu cür məğlubiyyət məncə onu UFC-də saxlayar. O mənada deyirəm. İboda biraz nəyi gördük biz? O Elekana döyüşündən sonra Elekana ilə çox belə uzaqdan döyüşdü axı. İbonu biz alışmışıq ki, əlindəki gücə güvənib, biraz belə Deontay Wilder kimi cəmaatın üstünə geçsin. Yes. Elekana döyüşündə biraz qorxdu sanki, ondan əvvəl Qutaya baxmamışam, sonra yalandan deməyim. Heç nə itirməmsən də, belə ancaq uzaqdan dayandılar, bir-birinə heç nə atmadılar, decision-la uduzdu İbo. Və ondan sonra təzədən köhnə komandasına qayıtdı. Onu Ankalayev məşqçisi ilə eləyirdi. Yes. Zöhrabla. Təzədən qayıtdı köhnə komandasına, təzədən o Wild İbonu görməyimizi təmin elədi. Amma o Wild İbo, əvvəlki Wild İbo daha kontrollu idi. Bu çox Wild idi. Bu çox biabırçı bir şeydir. Biabırçı bir Wild idi və belə swing eləyirdi və bütün heç belə ancaq belə random hook var bu. Bütün açıq qoyuram sifəti ki, əmələ gəlsə vurur qağam. O elə bir şey. Döyüş ümumiyyətcə başlayanda İbonun həmin taktikası işə yaradı. Çünki Baranevski də o ilə biraz o cür döyüşməyə çalışdı. Baranevski də alınmadı. Baranevskini bir dəfə knockdown elədi İbo başlayan kimi. Bəli. Sonra Baranevski bunu takedown eləmək istədi. İbo oradan çıxdı. O müsbət tərəflərə biraz fokuslansaq, yəni takedownunu inkişaf elətdirib takedown defensinə. O yaxşı idi. Amma ki Baranevski də judo üzrə gənclər arasında Avropa üçüncüsüdür səhv eləmirəmsə. Yəni o clinch vəziyyətindən takedown eləməyə çalışdı, alınmadı. Yəni bu orada yaxşı iş çıxartdı. Judo üzrə. Amma ondan sonra deməli knockdowndan sonra mən Baranevskidən çox xoşum gəldi knockdowndan sonra. Deməli birincisi güləşməyə çalışmadı. Özü də demişdi ki, mən oyuna stand-up bang eləməyə çalışacağam. Which he did. Okay, bir knockdown. Yəni decision alınmadı takedown. Amma sonrakı yaxın məsafələrdə də belə yapışmağa çalışmadı. Birincidə elə bil o da İbo kimi brala girdi və yerə düşdü. Yerə düşüb qalxandan sonra gördü ki, bununla brala girmək iş deyil və orada fikir versən ancaq bloka girdi, qardını aldı
Və belə baxırdı özdə, o çox şirin idi. Belə qardda dayandı, İbonun çox sürətli yumruqları var da, actually. Heç kontrolu yoxdur, amma combinationları yaxşıdır. O combination indi belə qardda dayandı, elə bir o belə 1 saniyəlik baxırdı ki, hər dəfə görüm hansı əlin atır. O atanda o biri boşda qalır axı. Hissəsi boşda qalır. Olsun belə atır da. Hə, orada bir dənə 30-durdu İbonun çənəsindən knockdown. İbo qalxdı ayağa, 10 saniyə biraz belə ora-bura baxdı, təzədən eyni şey elədi. Təzədən İbo belə qarda girdi, təzədən belə o tərəfə, bu tərəfə bir dənə knockdown, daha izlədən knockdown. İndi açığı burada türklərin də indi belə bir podkastı var, əlbəttə ki, onlar daha belə professional bu işlə məşğul olurlar. Bizi də əgər belə professional görmək istəyirsə tamaşaçılarımız comment, like, share, qohum qardaşı çağırmaq, sponsor, bunların hamısını siz eləyə bilərsiniz. Amma nəysə. Onlar orada bir dənə şey dedi. İlk dəfədir ki, onları tənqid eləyəcəm. I like those guys. Bilirsən ki, bütün videolarına çıxan kimi baxıram. Dedilər belə Brawl'un içində prosto rəqibinki tutdu, İbonunki tutmadı. İbo da knockout eləyə bilərdi, o da eləyə bilərdi, onu da alındı. Elə bir coin toss kimi. Amma baxsan o heç Brawl'a girmədi yəni. Yes. O heç coin toss kimi gəlmədi mənə. Yəni full blokda dayanıb bir udar atan adamla non-stop udar atan adam necə coin tossdur ki? I don't get it. Bu belə Don Fry, nə bilim, Yoshida Yamashi, o deyil də yəni bu. Nəysə belə, İboya bundan sonra nə? Can sağlığı, uzun ömür, rahat rəqib, qismət. Qismət bir döyüşdə uduzsa gərək bir fasilə eləsin UFC-də, hə? Məncə, hə. Amma sən belə bir şey demək istəyirəm. Ümumiyyətlə professional neçə yaş var İboslanın? 28 falan idi deyəsən. 29. Cavandır. Özü çəki də ağırdır, hələ gələr. Yes. İntihası ümumiyyətlə çox professional döyüşçü ilə çox professional olmayan döyüşçü arasındakı fərqlərdən biri də rəqibini zədələdiyi anda davranışıdır. Anda dediyim, zədələdiyi andan sonraki davranışıdır. Yəni orada əslində çox incə məqam var. Əslində çox maraqlıdır bu. Nə mənada? Yəni sən tutaq ki, rəqibi zədələmsən, orada iki dənə variantın var da. Ya üstünə gedib onu bitirə bilərsən, ya da ki, eləməyə bilərsən bunu. Daha belə metodikal ola bilərsən. İndi onu necə müəyyən eləyirsən, o qəliz məsələdir. O qəliz məsələdir. Hə, amma ki, misal üçün, çünki bəzi anlar var ki, indi mən sözümü nəyə gətirirəm? Yəni demək istəyirəm əslində ki, İbo Aslan burada tələsdi də biraz. Yəni okey, bir dəfə knockdown elədim, amma onun recover eləyibsə, yəni bunu bu dəqiqə bütün nəyin var, hamısı tökməyin adı yoxdur da. Amma elə də ola bilər ki, məsələn, həmin anda üstünə gedib bitirə də bilərsən. Yes, agree. Düzdür, ona görə o qərar, yəni bu qərardır da, veriləsi olan qərardır ki, yəni neyniyim, mən bunun üstünə gedim, yoxsa getməyim. Onun da çətindir demək ki, getmək yoxsa getməmək yaxşıdır. Amma o barədə məncə əvvəlcədən düşünürlərmi acaba? Çünki sən tutaq ki, bunu birinci raundun 30 saniyəsində eləmisənsə və bilirsən ki, sən bu dəqiqə all out eləsən, sən yoxsan da sonra. Düzdür? Yes. Sən çox asanlıqla qəs out ola bilərsən. Amma ona görə bəlkə də bunu başlıqda əsas da ki, çox da hurt olmayıbsa, düzdür, çox zədələnməyibsə, yes. İndi onun knockdown oldu, düzdür, amma yəni durdu da yəni. Misal üçün, tutaq ki, Mərabın döyüşünə gələrik, kimisə başlayan kimi body shotla zədələmirsən, o ucu səndən qaçırsa, məsələn, onu hunt down eləməyə dəyər. Düzdür? Yes. Amma burada biraz mənə elə gəlir ki, təcrübəsizlik öz sözündə idi ki, mən qoydum, 30-durdum, qoy bir dənə də dəyər. Yox, mən nə çatmadı ki, ondan razıyam. Ondan razıyam, o normal bir şeydir. O, məsələn, Alex Pereira da izziyə ilə knockout olmuşdu. Düz knockdown eləməmişdi. Heç hurt eləməmişdi o. Səhv elədi. İlkdən odarı tutdu, geri çəkildi, qəfəsə söykəndi. Sonra başladı. Hə, yəni ki, stand zad da eləməmişdi. Yox, stand deyildi. Amma o iyi aldı və getdi və o qan ilə. O normaldır. Orada catch oluna da bilərsən, eləyə də onlarla işim yoxdur. Amma elə elədin. Axı birincidə İbo birinci knockdown elədi, sonra özü knockdown oldu və sonra da knockout oldu. Yəni İbo 2 dəfə knockdown oldu.
Yəni birinci knockdowndan sonra ehtiyac yox idi məncə. Onu nəzərdə tuturam. Hə, O birincidə sakitləşmək olsaydı olardı. sən, yes. Birincidə knockout olsaydı sən deyəndi. Yes, yes. İkinci amma başa düşmədim. İkinci artıqlıq oldu. İkincidə özün hurtsən və all out gedirsən. That I don't get. Yes, və dəqiqə 1-dir. Və dəqiqə 1-dir, hə. Yes. Bir də İbo Aslanla bağlı bir-iki kommentlərim də var. Mən sosial mediada arada izləyirəm İbo Aslanı. Nəsə bir arrogance görürəm o uşaqda. Qəşəng yerə toxundun. Dünən bunu danışırdıq biz. Arrogance indi tamaşaçılarımızın bəziləri yenə deyəcək ki, öz dilimizdə danışın. Arrogance nədir? Kibir. Kibir. Kibir nədir bəs? That I don't know. Kibir biraz elə xoş dillə desək yekəbaşlıq. Hə, yekəxanalıq. Öz bacarığını olduğundan daha üstün qiymətləndirmə, amma cahilcəsinə. Yes. O var, çünki o danışanda onu öldürərəm, bunu asaram, bunu kəsərəm, mənim yumruqlarımda türkün gücü var. Okey də, yəni. Self-overestimation da. Self-awareness aşağıdır biraz və özünü çox olduğundan daha yaxşı görür ki, döyüşçü üçün vacib bir şeydir, yes. Amma bir realitydə vacib bir şeydir. Bu onun komandasına biraz coachun üzərinə düşən şeydir ki, bu qardaş biraz qazından al bala. Sən nəysə dəyişməlisən də, bu o deyil. Sən çıxıb cəmaatla bu rol eləyə bil. Eləyərsən, nə bilim, top 15-də kimlənsə eləyərsən, amma rəqiblərin yaxşılaşdıqca onu eləyə bilməzsən də, dayı. Definitely. Ona görə bu mənə elə gəlir ki, ümid eləyirəm. Mənə elə gəlir deməyim, çünki o İbo'da olan əslində onun pozitiv şeylərində deyim, getdi Dağıstana ki, gedim wrestling öyrənim, nə bilim nə. Demək ki, bu öyrənməyə açıq uşaqdır. İntihası cahillıq eləyir bu dəqiqə. Yes. O deyir, qanın qaynayan vaxtıdır. Ona görə biraz düşünürəm ki, götür papağını qoyacaq qabağına bu döyüşdən sonra ki, mən bir döyüşdə uduzsam, hələ indi fire eləməsələr. Bir döyüşdə uduzsam mən yoxam axı. Yes, mən ona görə nəsə okey, yumruqlar dəmir kimi olub. Amma biraz taktika ilə döyüşmək lazımdır, yəni. Belə olmaz. Yes. Amma İbo qardaşımıza uğurlar arzulayırıq və istəyirik ki, İbo bu 3 məğlubiyyətdən dərs çıxartsın. Dərs çıxartsın və başladı. Dalbadal da 3 məğlubiyyət. Dalbadal olan özdə qəşəng hat-trick kimidir ya. Birinci submission, ikinci decision, indi də knockout. Hə də hər şeylə uduzdun da. Hə. Ya bu İbo Aslanı bura niyə gətiriblər ki, ümumiyyətlə? Biraz şey oldum ona. İlkisi qələbə idi də UFC-də. 2 dənə knockoutdan qələbə qazanmışdı. Ondan əvvəl hardan gəlib? Hardansa bilmirəm. Hə, yəni amma belə də yəni Bellatordan zaten yoxdur, yəni. Yəni çünki heç elə bir döyüşçü şey yoxdur ki, bu hardasa dağıdılmış aləmi. İndi belə bir şey deyim də, sən light heavyweight-də UFC-də ümumiyyətlə 30 nəfər var. Ümumiyyətlə 30 nəfər var, hə. Və 2 dənə döyüş utsan rankdasan, nə bilim, səhərsi gün üzə title belə. Yes. Amma nələrsə dəyişməlidir və inanıram ki, İbo Aslan düzəldəcək nələrsə. Öyle qismət. Və o dediyin söhbət də ki, o qoydu, bu qoydu, bu daha tez qoydu, onu başını buraxsınlar. Özümüzü allatmayaq gənclər. İndi İbo Aslan, Nazimin döyüşünə keçərik. İbo Aslanın döyüşdən sonra bir, ona görə o arrogance məsələsinə gəlirəm ki, İbo Aslanın döyüşdən sonra bir açıqlaması var idi. Bu döyüşdən? Bu döyüşdən sonra. Deyir ki, nə bilim, sən nə tez onları eşitmisən, döyüşdünən o büyüsə. Mən izləyirəm də, hamısını sosial mediadan izləyirəm. Deyir ki, bəs mənə deyir, sonra deyəsən silmədi yadımda deyil. Deyir ki, mənə deyir, qınayırsınız, eləyirsiniz, amma mənim getdiyim yolları getməyə çalışın, bəlkə qaydanda qarşılaşarıq. Belə bir, sanki Twitterdən götürüb, Facebookdan 15 yaşına, yəni ki, bunlar biraz professionallıqdan uzaq. Nə mənada sözün özünün səviyyəsini qoyuram qırağa. Yəni bu cəmaət sosial mediadan kimsə nə dedi, bunlardan təsirlənən adamın işi çətindir. O mənada. Amma türkün gücü demişkən, türk qanı bizdə var deyə biz güclüyük demişkən, Elif Nur Turhan Beatrice Ferreiranı məğlub eləyərək türk tarixinin yox, türk tarixində Golovkin falan var. IBF-də ilk Türkiyəli qadın, ümumiyyətlə ilk Türkiyəli idmançı oldu ki, IBF kəmərini, hər hansı 4 əsas kəmərdən birini utdu. İnşallah darısı bizim başımıza. Bizdə də Əli İsmayılovun bir dəfə 4 kəmərdən birində şey olub, tac
fight'a çıxıb split decision-la məğlub olub Əli İsmailov. Səhv eləmirəmsə WBA idi, orada səhv eləyə bilərəm, amma IBF deyil idi, onu bilirəm. Elif Nur Turhan Vaşin dünya çempionudur. Crazy deyil? Çox crazy. Knockout 5-ci round 5-ci round knockoutla dünya çempionu. Eyni gecədə yox, yəni həmin gün amma başqa ölkədə. Eyni gecədə amma dünyanın müxtəlif yerlərində Hüseyn Zinkaya. Başqa bir Türkiyə. Tanıyırsan Hüseyn Zinkaya? Cay Opetay. Cay Opetay çox uzun müddətdir ki, deməli light heavyweight-in səhv eləmirəmsə çempionudur. Cay Opetaya 10-cu raundda knockout oldu. Amma Hüseyn Zinkaya da yəni title'ı Türkiyədən 2 dənə döyüşçü, ikisi də yox Hüseyn Zinkaya deyəsən Türkiyədə böyüməyib, amma nə istəyən 2 türk döyüşçü eyni gündə world title döyüşünə çıxmışdılar. Hüseyn knockout olsa da Elif arxır ki Türkiyəyə ilk kəmərini gətirdi. Türkiyənin ilk kəməridir bu. Türkiyənin ilk kəməridir. Vay. Türkiyə boks ölkəsi deyil axı ümumiyyətlə elə bir şey. Allah biabır eləməsin. Niyə bu o 80 milyon insan içindən boks çıxmadı? Çıxmayıb işte. Bu ümumiyyətlə professional boks biraz professional boksda buna fikir vermisənmi? Ya dövlətin çox bərk dəstəyi olmalıdır, ya da inkişaf etmiş ölkə olmalısan. Yes. İndi belə Afrikalı görərik, onlar ora-bura köçənlərdirlər də. Belə amma yəni iqtisadi olaraq güclü olmayan nə qədər ölkə var ki, çempionu var. Yes. Olan hamısı dövlət dəstəyidir. Məsələn, Qazaxıstanda dövlət pul buraxır, Kubada indi pul buraxır. Yəni belə yoxdur axı o bir şey. Bizdə də dövlət dəstəyi var da. Professional boksda. Professional ya. Bu barədə daha geniş İsmət müəllimlə olan verişimizə baxa bilərsiniz. Suallarınız varsa digər verişlərə İsmət müəllimi yenə, hətta mümkün olsa Əli müəllimi dəvət edə bilərik. Qismət. Bəli. İndi nəysə, bu məsələni qoya-qırağa keçək Nazimə. Nazim demək olar ki, tamamən çarəsiz qaldığı, özü də belə vurğulayır onsuz da, çarəsiz qaldığı bir döyüşdə Fares Ziyama məğlub oldu. Fares Ziyamın artıq səhv eləmirəmsə ardıcıl 6-cı qələbəsidir bu UFC-də. 6-cıdır yoxsa 6-cı. Which is crazy, no? 5 dənə win streak olan qaqaşı veriblər ki, Nazimə döyüş. Nazimin də bu arada 10 döyüş ya 11 döyüş unbeaten streaki var idi o qədər. Tamamən yəni ki, həm məsafəyə girə bilmədi, içəriyə girənmədi və güləşdə ümumiyyətcə Fares Ziyamdan geridə olduğu bilinirdi və indi Nazim əminəm ki, döyüşdən əvvəl güləş məşq edib, amma Fares Ziyam daha çox jiu-jitsu backgroundundan gəldiyi üçün biraz bu mənada onsuz da çətin olası idi. Game plan əskiliyi idimi, yoxsa çarəsizliyi görəndə mən açıq onu biraz game plan əskiliyi kimi görürəm də, yəni eyni çəkidə bu boyda normalda səviyyə çarəsizliyi biraz geniş denəndə nədə çarəsiz? Mismatch kimi görmürəm də, yəni ki elə bir nə baş verdi döyüşü biraz baxmayan tamaşaçılarımız üçün. Yes. Belə bir şey birinci raundda ümumiyyətcə döyüş yerdə keçdi və yerdə keçən döyüşdə Ziyamın hardasa son 2 dəqiqədə bəlkə 58 dənə rear naked choke attempt oldu. Hamısından xilas oldu Nazim. Amma bütün raundu Nazimin arxasında dayanaraq kontrol, o da amma pis kontrol deyildi. Arada vururdu, attempt eləyirdi. Yəni çox təhlükəli və round gedirdi belə. İp üstündə round gedirdi. Hər an bir şey eləyə bilərdi tipində. Ziyam tərəfində hər şey ola bilərdi, amma Nazim bir işini eləyənmirdi. Çünki Farasdadır. Oturmuşdu Ziyam. Mərakeş olmalıdır. Faras? Hə, Ziyam. Fares Ziyam. Amma bu işin belə yəni birinci raund olsun. Amma ikinci raunddan əsas yəni çarəsizliyi harda gördüm? Mən əsas ikinci raunddakı birinci raund öz deyəsən Nazim girməyə çalışdı takedown birinci başda bax. Clinch eləyib Nazim. Yes. İndi Fares burada yıxacaq və sonrasında olanlar olacaq. İndi ikinci raundda isə ümumiyyətlə nəyi gördük ki, ikinci raundda Nazim ümumiyyətlə heç içəri girə bilmədi, uzaqda qaldı. Fares elə zərbələri ilə judo throws eləmək istəyir Nazim uzaqda tutdu. Elə bir biraz da balacadır Nazim ondan bax. Əməlli boyda balacadır. Viddə də balacadır, frame-i də balacadır. Onu demək istəyirəm. İkinci raundda isə zərbələrlə Fares uzaqda saxladı. Nazim ümumiyyətlə içəri girənmədi. O Zhang Weilinin Shevchenko-ya heç içəri girənməməyi var idi. Onun kimi. Absoluta round belə də gedir. Yerdə yaxşıdır amma Nazim. Hə? Yaxşıdır, yəni. Aktivdir, tez durur, fırlanır, belə şeylər var. Çalışır, amma yəni Fares çox yaxşıdır məncə yerdə bu arada. Biraz o da Nazimi pis göstərmiş ola bilər. Bax aktivliyi, bax gör nə qədər indi cəhd eləyir bu non-stop. Yes, amma non-stop da defend eləyir. Yox, Nazimin defensi falan hamısı yaxşıdır. Sadəcə olaraq bizə
2 başlayıb da. Bax 2-də fikir ver. Heç içəri girmək 0, nəsə eləyə bilmək 0. Bax çalışdı. Fares məsafəni çox yaxşı qoruyur. Nazimin bütün eksplosiv ətəklərində qalır. Ona görə mən game plan əskiliyi deyirəm ki, bu məsələyə. Fares nədən gəlir? Kickboxdan gəlir. Mən bildiyim qədərilə jiu-jitsudan gəlir, amma onu səhv bilə bilərəm easily. Yəni ki, burada mən game plan əskiliyi kimi niyə görürəm bunu? Fares number 15 eləyiblər Faresi bu döyüşdən sonra. İndi baxdım bu günləri, birinci gün. Nazimin çörəyin yerdə var. Açıqlanır axı birinci günləri, hə. Elə bu gün açıqlayıblar ki, Fares number 15. Baxaq, rənki nəyisə varmı Faresin? Yox, hardan gəlib hələ bilmirəm. Kickboxdan gəlmiş, actually. Franco-Algerian family was a fan of... Okay, bu çox qarışıq bir... 20 saniyə qalmış, 7 saniyə qalmış başlayır. Burada hakim saxlayır prosto. Jay qutarır. Round bitir. Bax, qutardı, hakim də deyir ki, qutardı. Onun özü yaxşı idi burada. 20 saniyə qalmış vəziyyət əla idi. Daha 7 saniyə qalmış. Şimdi də ayarlar. Yox, buradan sonra knockout deyil axı. Burada şey çalınır, gong çalınır, nazim qalxır, hakim deyir deyən qutardı. 5-0-0'dur məğlubiyyət. 4-59 falan deyil. Elə yadım, baxın bir dənə. 4-59'muş. TKO'dur da amma. TKO'dur, hə. Nazim şikayət eləmədi. No, eləmədi. İndi nəyə gələcəm? Game plan əskiliyi deməmin səbəbi odur ki, məncə bu boyda səviyyə fərqi olmur. İkinci raunddakı məsələ. Yəni orada məncə tutaq ki, indi demirəm ikinci döyüş olsa Nazim udar, məsələ ondan deyil. Amma Nazimə araya indi 1-2 döyüş olsun, inşallah qələbə qazansın Nazim. Ki, mən Nazimin ümumiyyətlə çox potensiallı bir döyüşçü olduğuna həqiqətən inanıram, Azərbaycanlı olduğu üçün yox, yəni ümumiyyətlə. Dirsək istəyir buna. Qələbə qazansın. Ondan sonra yəni Faresdən tamamən Fares onun tərsidir, buna mismatchdir kimi fikirləşmirəm. Sadəcə olaraq oturub yaxşı analiz et. Necə ki elə danışacağıq da Pyotr Yan Merab da onun kimi də, yəni elə döyüşlər olur. Baxırsan ki, bir dənəsi tam başqa cür olur, bir dənəsi tam başqa cür olur. Məncə belə döyüşün ikinci dəfəsində nəsə eləmək şansın daha çoxdur. Çünki birincidə heç temanı bilməmisənmiş. Nəinki biraz yaxın döyüşü uduzluğun. Yaxın döyüşü uduzanda çünki sən adjustment eləməlisən, bilirsən ki, amma mən elədim əlimdən gələni və məndə nəsə elədim, o da nəsə elədi, onunki çox oldu. Bir də var bilsən ki, mən heç nə eləyənmədim, I have to change something completely. Bəlkə də onu dəyişsən olar. Bəlkə də baxış açılı dəyişsən, nəysə dəyişsən, maybe. Nəysə, bunu keçək. Buradan sadəcə bir dənə şeyi vurğulamaq istəyirəm. Nazim də açıqlama verdi döyüşdən sonra. İndi bayaq İBO-nun açıqlamasını dedim ki, geri qaydanda görüşərik falan. Nazimin açıqlaması dedi ki, that was a shitty performance. Çox pis performans idi. Özündən danışır. Heç bir bəhanə yoxdur. Çox əla kamp keçirtmişəm. Çox yaxşı hazırlaşmışdım. Bilmirəm nə səhv getdi. Gedəcəyik evdə baxacağıq. Biraz take your time eləyəcəyik. İnkişaf eləyəcəyik, geri qaydacaq. İnşallah. But this is mindset. İnşallahı ayrı. Mindset budur yəni burada. Yes. Dedi ki, çox pis idi. Əlimdən heç nə gəlmədi, heç nə alınmadı. Bilmirəm niyə baxacaq. Məncə bu adamı professional idmançı eləyən budur. Nəinki o birisi o mənada. Keçək də main karta. Yəni, bəstədə də. Keçdik main karta. Edson Barboza'ya da buradan salamlarımızı göndəririk. İki qardaş bəstədə. Hadi yaşlı başlı insan. Sən dalaşdığın uşaqlardan sonrakılar da retire edir də. Yəni, İslamı demək istəyirəm. Yes. Jan Blachowicz, Bogdan Guskov keçək bunu. Peyton Talbot, Henry Cejudo. Niyə keçək? Əslində onlar deserve eləyirlər biraz bizim. Prosto draw eləyiblər deyə. Yes. Yəni, onlar, onsuz da Jan Blachowicz 100 aşağı idi. Draw ilə bir də bir il sonra dalaşar bəlkə kimdənsə. Yes. 45 yaşında gəlib qayıdan. Yaşı var onun şey yox? Yaşı var, 42-43 yaşı olmalı. Prosto Polish Power'dır da o. 42 yaşı var. Ayıqdır. Power deyil ən sonda gedəndə, amma məncə o ən son keçib. Ən son keçdi, hə. Peyton Talbot, Henry Cejudo. Did you watch it? I did actually, yes. I didn't. Highlightlarına baxdım. İkinci, üçüncü raunda baxdım. Açığı, birinci raunda baxmadım. Amma qulaq asmışam o barədə nələr danışıblar. Elə indi baxıram ki, KO podcast yox, onlarınkinin adı nədir? Fight Digital. Fight, yox. Pound for Pound. Onlar 2 saat əvvəl video qoyublar. Şey də buradadır. Talbot. Henry Cejudo döyülmüş vəziyyətdə. Yəni real da döyüşdə. Ona çox həyəcanlıyam, axşam ona baxacağam inşallah. Amma ümumi bir iki şey demək istəyirəm. Məncə heç kim
narazı qalmayıb döyüşün nəticəsindən açığı. Özü deyir ki, heç bir raundda biz demişdik ki, bir raund udar, sonra elə də olmayıb deyəsən. 30-27. Talbot bunu çox rahat udub. Ayaqda mən reellərdə gördüm, 1-2 dənə yaxşı zərbələri dəydi Talbota. Amma belə he was just getting messed up. Yes. Takka qoyurdu. Takedown uzad eləyirdi, nə bilim nə. Onun inside tripi var məşhur. İndi güləşlə məşğul olan uşaqlar daha yaxşı bilərlər. Biz özümüz idmanla məşğul olmamışıq, heç nə eləyə bilmirik. Zərbə ata bilmirik, qardaş, əl çəkin bizdən. Amma Talbot eləyə bilər onların hamısını. Biz eləyə bilmədiyimiz hər şeyi ən azından oktagonda. Yes. Eləyə bilər və çox asan bir qələbə qazanıb. Amma buradan da üzümü tutmaq istəyirəm kimə? Henry Cejudo'ya ki, yəni axıra qədər dalaşdı da Henry Cejudo. Yes, definitely. Henry Cejudo'nun nə idi olmasa dalaşmağı var. O mənə ləzzət eləyir. Özdə İçində belə bulldog kimi dalaşır çox. Ki, yəni knockdown zot da oldu əməl başda. Amma yenə də həmişə ordadır yəni. Çox sevirəm onu. Onun döyüşləri həmişə əyləncəli olur. Və bu döyüşdən Peyton Talbot rankə 12-ci yerdən girdi. By the way. O 12-də idi. 10-daydı. 10-daydı. Həmin anda 10-daydı. Yes, amma döyüşdən əvvəl də biz bu arada danışanda demişdik ki, yəni o qardaş özü də bilir ki, bu döyüşü udmağa gəlməyib. Döyüşüdür, nə bilim nə. Yəni skill baxımından cavan uşaqdır da o birisi. Bu da ki, ağsaqqal kişidir, özü də çəkini də güclə eləyir, nə bilim nə. Talbot hoşum irəli. Yaxşı başlı adamdır. Çıxıb oyla döyüşürlər, biraz pis gəlir mənə. Biraz 39 yaşında yazır. Özü aşağı çəkilərdə yuxarı yaşlı lap pis görünür. Yes. 35-də oğlanın çiyini çıxır, əlin yerə qoyanda. Elə oğlanlar var ki, çiyində bilmirsən, əli qırılır, çiyini çıxır, heç bilmirəm. Bir daha, amma nəyi burada əsas vurğulayaq? Bunu bir dənə burada deyəcəyik, o bir döyüşlər haqqında da, bir hamısı haqqında deyəcəm. Gedin, bir əvvəlki videoya baxın, Talbot Cejudo döyüşü haqqındakı hissəyə baxın. Görün orada dediyimiz çıxdı-çıxmadı. Demişdi, decision Talbot demişdi, düppədüz gəldi. O bir döyüşlər haqqında da ehtiyac yoxdur baxın. Ehtiyac yox. Amma buna gedin baxın. Ehtiyac olduqca biz deyərik də. Belə. Sırağa gündən Bakıda 482 nəfər intihar edib, hamısı evini satıb uzub deyə. Hamısı da bizim izləyicilərdir, 480. Bu videoya 0 nəfər baxın. Okey. Keçdik. Buradan sonra Talbot hara getsin? Bundan sonra Talbot Henry Cejudo evə getsin. Relax, Pound for Pound podkastlara da qonağıza çağır. Uzman da sənə qoşulacaq tezliklə. Ancaq bu işlə məşğul olarsınız. Yes. Talbot üçün baxaq görək rəngdə maraqlı kimlər var. Mənə elə gəlir ki, Talbot üçün rəngdə heç bir sualın cavabı maraqlı deyil mənə bu dəqiqə. Sənə maraqlıdır. Talbota? Talbotun gələcəyi. Məncə Talbot ümumiyyətlə çempionluğa gedə bilər də. Biraz görək. Talbotu məsələn, Talbot çempion olacaq məncə yeri gəlmişkən. Gec-tez. Honest fikirləşəndə mən sənə deyərəm ki, Talbotu bu dəqiqə Sean O'Malley ilə çıxar, çox kompetitiv döyüş olar. Məsələn, yəni ki, onunla belə döyüşə bilər və onu eləyə də bilərlər. İndi Sean O'Malley'nin düzdür artıq döyüşü var. Bəli. Talbota maraqlı döyüşlər nə olar? Bautista təzəlicə döyüşü olar. Marlon Vera, Gedər. Chito Vera və Ayman Zahabi. Chito Vera. Həm adı var, sanı var. Həm də ki, döyər biraz da şöyle. Amma yəni ki, Bautista da maraqlı olar. Bautista məğlubiyyətdən gəlirdi. O yaxşı hörmətsizlikdir biraz, yox? Bautista amma yəni umar Chito da məğlubiyyətdən gəlirdi amma. Chito Vera deyirəm mən. Zahabi kimdir? Farasın qardaşı. Hədə o axır, uje rəng 6-7-yə çıxıb. O Chito Vera'nın uddu axırıncı. O şey qaqaş. İlya ilə dalaşan qaqaş. İlyanın birinci döyüşdə. Yox, İlya ilə heç döyüşməyib, yox. Bildin kimi deyirəm. Başqa çəkir. 7 döyüş win streaki var. Sən Yusuf Zalanla məncə qarşısan. 7 döyüş win streaki var. Fərəsin qardaşıdır, by the way. O düzdür. Şeydə coach Fərəsin. Firas Zahabi, amma bu deməli, sadəcə olaraq Zahabidə bir dənə məsələ var ki, Zahabi neçə yaşı var? 38 yaşı var. Son 7 döyüş qələbə falan. Talbot bir dəfə UFC-də uduzub. Yes. Kimə? Raoni Barcelos. Umarım o diz ardından da biraz qaraşın Braziliyalı. Necə uduzub bilmirsən? Wrestlinglə. Okay. Sən orada məlum oldu ki, Talbotun heç wrestlingi yox imiş. Həmin gün o məlum oldu.
Elə bil ki, nə deyirlər ona? Explosive. No. Nə elədi deyirlər? Exposed. Exposed oldu, yes. Exposed Talbot oldu. bir də Ondan sonra amma 2 qələbə qazandı. Zətlər istifadə edir ha. Onu bilmirdim. Və Talbot düzəldi amma. Elə bil. Onu hardan bilsən ki, başa? Çəkəndi deyir. Hə, elə ben. Elə bildim yəni ki, mənasında. Ya PD yox. Hə, PD başa düşdüm. Yəni banned substance, yes. Banned və haram substance. Onda qəşəng Sean O'Malley ilə gedərdi. Gedər. Əslində o döyüş nə vaxtsa olacaq mənə gəlir. 100%. Olmalıdır. Amma nə vaxtsa olacaqsa, qoy elə. İndi olsun. Sean O'Malley də yaşlaşdı, hamıya uduzdu, nə bilim 15 dəfə knockout oldu. Sonra Talbot oyunla da dalaşsın ki, biraz da yüksəlsin, ona yox. Amma Sean'ın yaşı nə qədərdir ki? 31 yaşı var, indi amma Sean çox cavandır. Deyirəm ki, yəni indilərdə olsun. Hə, olsun. 1-2 döyüş sonra rahat eləmək olar. Çox cavandı deyilik, məsələn, tutaq ki də olmadı, elə oldu belə. Gəldi məsələn son qadonqa knockout oldu, sonra verdilər Corini, ona da knockout oldu. Onda çox cavan olmur. Getdi, yes. Ya baxmayaraq ki 32 yaş olur, amma cavan olmur. That's what I mean. Ona görə deyirəm indilərdə. Uduzmamış, Sean çox knockout damage almamış. Nəysə, Talbot üçün çox maraqlı şeylər var. Match-uplar var və Talbotda izlənməsi çox əyləncəli bir döyüşdür. Digər bir controversial döyüş. Bunun şeylərinə baxmısanmı bilmirəm. Highlightlarına. Mən döyüşə tam baxdım, bütün qanım it qanına döndü. Tatsuro Taira, Brandon Moreno-nu baxdın ona? Baxmadım. TKO ilə məğlub elədi. Valla mən demirəm, Joe Rogan deyir ki, inanılmaz dərəcədə early stoppage. Hə, onu eşitdim ki, bəs Moreno'ya qarşı haqsız. Moreno özü nə deyir? Moreno özü elə döyüş onsuz da hakim şey elədi. Moreno belə qışqırbağı salan uşaq da elə. Hakimə qayıtdı dedi ki, really did you stop it? Belə inanmadı ki, dedi ki, but I'm okay zat. Özü də belə heç pis də öyle idi ya. Hakim Tayran çəkdi, Moreno başını qaldırdı ki, qardaş. Nə oldu ki? Buradayıq da yəni. Ha, orada mənə çatmayan bax bəzən indi Nazimin o Bakıda utduğu döyüş var idi ya. Orada da birinci raundda Nazim çox pis vəziyyətdə idi axı. Görüntü elə idi. Əslində deyil idi amma. Deyil ha. Yəni orada o qapanıb məsəl üçün. Sən qapanırsan, rəqib sənə 60 dənə də zərbə ata bilər də. Obviously onu bir damage eləyir. Lap qapansan da bir damage olur. Bir növ Ankalaev Pereira da elə idi. Hə. Yəni qapanan adama dəyən udarlara görə döyüş saxlamaq mən başa düşmürəm. Bəlkə onu birazdan yorulacaq, bu durub qoyacaq ona. Yəni o bloka dəyən okey, onun da bir şeyi var. Amma onunki o qədər azdır ki, rəqib daha tez yorular, nəinki sən təhlükəli damage alarsan. Yəni orada saxlanası bir şey deyil axı o. Onu başa düşmürəm mən. Moreno vurdular. Hə, Moreno vurdular, konkret Moreno. Mənə biraz açığı elə şeylərə mənim içində inancım var. UFC-nin oyunu əvvəldən şey eləmirlər. Amma məsələn tutaq ki, hakimə deyirlər ki, qardaş, şərait yaransa saxlayarsan da yəni. O mənada. Yes, təbii ki. Çünki UFC-nin nəyinə lazımdır ki, Moreno uddu. İndi hələ Pantoya döyüşməmişdi axı o döyüşdən əvvəl. Deyirlər ki, böyük ehtimal Pantoya olacaq. Pantoya da Moreno da udanda undeniable olur da. Daha hamını bir daha təzədən uddu. 4-cü dəfə Pantoya ilə döyüşüb. Bir o var. Bir də əldə var ki, Taira ilə Pantoya ilə döyüşdürək. Taira da Yapon, biz də neçə ildir Yaponiya bazarına girmək istəyirik. Asakura'nı gətirdik, alınmadı. Horiguchi'ni gətirmişik, indi o ilə girmək istəyirik. Amma əlimizdə Taira var, onsuz da 17-1-dir. Bunu elə 18-1 eləyək Moreno. Yəni daha oturuşmuş. Horiguchi'nin var 35 yaşı, Taira cavan uşaqdır, 25 yaşı var. Dalaşa da bilir. Dalaşa da bilir, yaxşı. Yox, onsuz da udurdu. Yəni demirəm ki, Moreno udası idi, elə yox. Taira döyüşü udurdu, o ayrı. Amma yəni bu ona yenə də imkan vermir axı ki, sən saxlayasan. Bu Yaponiyadan gələnlərin mikrofonda çıxartdığı səslərin kimə borcluyuq biz bunu? Kim bunlara deyib ki, bu cəmaət bunu istəyir, yəni. Şey də belə idi, qızın adı nə idi? Young Weili. Hə, o qışqıra şeylər deyirdi. Sindən gəlib o. Hə, bildim də onu deyirəm ki, yəni bu Asiadan gələnlərdə bir diqqət çəkmək üçün bu qışqırmaq sevdası. Orada mən başa düşmədiyim. O neçə vaxtı bu Taira döyüşür də UFC-də. Öyrən də bu zəhrimara öyrən ki, kəlmə danış da. Yox, kurslara yersən, adını yazdırsan, deyir 3 aya ingilis dilini sıfırdan öyrədirik. Həftədə bir heç gəlmə deyir. Həftədə bir dəfə gəlirsən, gəlmirsən. Gəldi, yazıl Bakıda kurslar var.
Vallahi yəni. Yes. Yox, yolda gedirsən də hər gün travel edirsən ora bura. Az Duolingo-dan 2 dənə söz öyrən, nə olar bala? Ay, çox eşi. Horiguchi gördün nə gül kimi danışırdı ingiliscə. O taciri utdu naxadı şeyini. Və özdə o danışığı da necə viral oldu. Başladılar ki, Horiguchi növbəti kəmər döyüşünə çıxsın. Bir-iki kəlmə ingiliscə danışdı deyə. Özdə necə likeable olur o danışanda. Yeah, businessman. Şeydir, Pantoya, he's my friend, but I don't care. Necə deyir axı adama, deyirsən ki, qəşəng. Heç nə. Qanqaraçılıq. Amma Tayra, yəqin ki, indi şey dedilər də bu arada. Joshua və Joe Rogan qayıtdı axı. Ki dedi, əli qırılıbsa, uzun müddətə ehtiyacı olacaqsa Pantoyanın. Onu da Joe Rogan qulağına pıçıldayıblar orada ki, get bunu denən orada. Sən Tayra ilə dalaş, udanıbız təzdən Pantoya ilə dalaşar. İndi gələk elə o söhbətə. Gələk. Onu 3 saniyə zad danışaq, keçək main kardada da orada nə var ki, o döyüş özü 3 saniyə. Joshua Van, çox böyük uğur, 24 yaşında, John Jones'dan sonra UFC tarixində ikinci ən gənc çempion oldu. Bu inanılmazdır. Özdə hardan? Myanmar. Deməli, cavanlıqda uşaq vaxtı köçüblər Myanmardan Amerikaya daha gözəl həyat üçün. Və Joshua Van deməli ilin əvvəlində rəngdə deyil idi. 2025-in əvvəlində unranked idi. 25-in axırında. 25-in axırında çempiondur. Özdə necə çempion? İnanılmaz bir performans. Həqiqətən mənə döyüşdən əvvəl desəydi ki, belə bir performans edəcək, mən inanmayasaydım. O mənə da inanılmaz deyə bilərik. Deyərsəm ki, ola bilməz yəni. Amma oldu. 17 saniyəyə rəqibin TKO keçir ona da. Arsız da TKO keçir. 26 saniyəyə TKO ilə. Ya John Jones heç Shogun Ruan'ı udub çempion olmuşdu da. John Jones 26 saniyəyə TKO eləməmişdi Shogun Ruan'ı. Yəni mənə elə gəlir ki, kaşdə bizdə nə qədər 18 yaşlı, 20 yaşlı döyüşçülər var. Onları buraxardım Pantoya'dan, həmin gecə Lubos Pantoya'nı uda bilərdi. Həqiqətən. Daha gənc çempion ola bilərdi. Elə biz özümüz dalaşan biriydi amma. O da sizdə. O təpiyə atanda biz bizə dəyərdi o. Orada uduzmuşdu. Amma bir dənə bunu öyrənib çıxsaydıq hazır. Tabii, heç səni çatdırmayasıydı. Hə, vallahi. Buralarıma deyil, öləsiydiniz. Biraz belə icədəsiydi. Belə press conference öləsiydi ki, I am happy. Oradan da belə xalayardım yüngül. Nəysə. İndi baxmayan tamaşaçılarımıza denək ki, biz nədən danışırıq da? Hə, Joshua necə yəni? Necə oldu ki, bu 17 saniyə? Hə, onu da heç mention eləmədi. Joshua Van 26-cı saniyədə Pantoya'nın deməli high kick'i necə deyək, hündürə atılan ayaqla başa vurulmaq istəyən. Sol ayağı zərbəsini tutdu belə yuxarıda. Hə, belə elədi, blokladı. Yox, tutdu ayağını ki. Tutdu? Hə, sorry. Yox, mən də bilmədim. Məncə tutub Məncə blokladı, müvazinətini itirdi. Hə, müvazinətini itirdi, amma yıxılanda əlin belə uşaq vaxt həmişə evdə ana ata deyir, bala yıxılsan velosipeddən zətdən əli uzatma heç vaxt. Demək ki, bunun anası buna deməyib. Hə. Anan ölsün Pantoya. Əlin yerə qoydu. O qədər o necə ola bilər ki, o boyda özdə şey vəziyyət də deyil də, sənə deyim. Çox sürətlə yerə düşürdü. Normal belə yerə yıxıldığı halda əlini qoydu. Birinci elə bildi ki, dirsəyi qırıldı açığı. Mən çox əmin idim dirsəyin qırıldı. Çox elə görünürdü bu arada. Sonra məlum oldu ki, çiyini çıxırmış yerindən. O dəqiqə hakim saxladı ki, bu something is wrong. Deyir, çıxıq olsa duramazsın. Hə. Yoxsa tərsinə. Dura bilirdi də, sınıq olsa duramazsın. Bu dura bilirdi amma. Çıxıq imiş. Oradan da sınıqçıya birbaşa. Elə zalda aparıblar arxaya, orada Deyna danışır ki, qolunu salıblar yerinə, vəziyyət zorda, 1-2 aya turp kimidir. Onda elə 1-2 aya döyüşə bilər. İnşallah. Bilərmi? Bunu Petriyan Merabdan sonra danışarıq. 1-2 aya döyüşməyə xeyirlidir, yoxsa elə Ramazanı gözləsin, tutarsın White House-da bir də danışsın. İndi gəldik. Bu şimdi Joshua Van üçün nə? Joshua Van da onu da qeyd eləyək ki, utanmadan, ərinmədən Cage'in üstünə çıxdı ki, bəs sinəsinə də belə döydü ki, bəs gördünüz də mən
necə onun qolunu yerindən çıxartdı. Yəni düzdür, çox da üstünə yetmədi, amma arada bir kimsə buna deyib ki, ayıbdır elə demə. Bu da deyib ki, istəməzdim belə çempion olumsa. Heç istəməzdi kimi görünür. Heç çox istəyərmiş kimi görünür. Yes. Dana White qayıdıb buna ki, bəs indi ki, bəs ayaq ala da bu 5-dən 3-dən hər nədirsə. Bu da deyib ki, Dana sağla bağışla, mən istəməzdim belə çempionluq. Bu da deyib ki, qardaş, don't apologize da, üzr istəmə. Deyir, uduzanda deyir, üzr istəmək olar, deyir, udanda heç bir кейsdə üzr istəməyə ehtiyac yoxdur. Qələbə is winner is a winner. I don't know. Məncə məsələn o şeyi qaliblər deyir şey olunmur. Mən rəhmətli Reyzət müəllim bir dəfə onu demişdi, qaliblər hakim olunmur. Bir dəfə yarışa getmişik. Elə şey yarışına, bu Qrupavoya. Yes. Yox, Qrupavoya. Bildim də, bu düymə basırsan da o Qrupavoya. Hə, o birisində də düymə basırdın. Qrupavoya getmişik. Oradan udduq gəldik. Nəsə deyəsi idi müəllim. Yox, sorry. Bunu reklam üçün demiş oldum. Bu ondan demiş. Bizim Əli var idi, Əli Əliyev. Dekabrın 3-də də ad günü idi. Buradan təbrik edirəm. 93-cü ildə 32 yaş oldu. Allah yazmışdım. Bu il yazmışdım. Keçən açıq yazmamışdım. Bu il yazmışdım. Danışdıq biraz. Yaz ki, sağ ol. Bu qədər danışdıq. Hə, Əli nəyisə udur. Əli kalan şeylər udurdu o vaxt. O da bu İslamla Həbib kimi hər həftə sonu bir çempionatı götürüb gəlirdi. Nəyisə udub gəlmişdi. Səhv eləmirəmsə, orada nəsə feedback verirdi müəllimimiz ki, bəs belə elə. Sonra dedi ki, düzdür, qaliblər mühakimə olunmur, amma qoy bunu da deyim. Və Əliyə nəsə qayıtdı dedi, yoxsa? Dondaxı bu. Donda. Batareykamız öyle. Və maraqlısı odur ki, zərəfyanımız var. Amma mikrofon işləyirsə, davam edəyək. Hə, və Əliyə nəsə dedi qayıdıb, yoxsa? Hə, yəqin ki, çünki elə olmasa story mənası olaraq. Yes. Hə, o şimdi davam edə. Qalib, amma mənə elə gəlir ki, məsələn, tutaq ki, Almeidaya Volkov fightında qələbə versəydilər, o çox mühakimə olunması bir qalib idi. Yəni çox pis döyüşüb udanda məncə mühakimə olunmalısan, onu demək istəyirəm, ən azından MMA adına. Disgusting fight o. John Jones Reyes kimi demirəm ha. Split decision'dan danışmıram. Çox pis döyüşürsən, maraqsız əzəl, heç nə eləmirsən, necəsə udursan, necəsə verirlər. O tipli şeyləri məncə mümkünsə o saniyə UFC-dən. Almeida məncə 3-cü raundun əvvəlində UFC-dən çıxartmaq lazım idi ki, 2 raunddu belə etsən, hələ 3-ə də başladın sən. Hə, 100%. Və nəysə, bunlar hamısı öz yerində. Keçək biz main fight-a, ya? Keçək. Kameramızı aldım. O vaxta qədər başqa şeylərdən danışaraq. Yox, indi sən oturarsan da, gözlə mənə də belə introduction verirəm də. Gecənin əsas döyüşündə Merab The Machine Dvalishvili kimlə döyüşdü? Pyotr No Mercy Yan. Pyotr Yan. Dediyimiz kimi də oldu. Sən dediyin kimi oldu, actually. Sən də kreditimi verim. O elə deyə bilərik, yes. Döyüş 5 round 7, əziz tamaşaçılar, Allahdan gizli deyil, sizdən nə gizli, sizdən də gizli deyil, belə köhnə videoya açıb baxa bilərsiniz. Orada Namiq dəfələrlə dedi ki, mən bu dəfə daha fərqli döyüş gözləyirəm, mən bu dəfə Pyotr Yandan daha yaxşı performans. Hətta bir neçə dəfə mən o vaxtı haşa deyirdim, dilinə alırdı ki, Pyotr Yan udacaq. Mən dedim, qardaş, Pyotr Yan hara udur da, 50-45-in revanşında Pyotr Yan udmağı iş deyil. Bir də ki, Merabın staylına Pyotr Yan düz gəlmir, nə bilim, nə cavan olmuşuq, cahil olmuşuq. 2025-də belə qutardı. Öyrənirik ki, sən demə, Pyotr Yan heç udmaz dediyimiz Pyotr Yan ortaya elə bir masterclass qoya bilir ki, çox udur. Amma əziz tamaşaçılar, Namiqsiz mənim bu uşağa belə kredit vermək içimdən gəlmir. Gələndə də verməyəcəm açığı. Amma hələ ki, söhbətin içinə çox girmək istəmirəm. İstəyirəm ki, oradan biraz o da gəlsin, danışsın. Gedib indi birazdan gələcək. O gələnə qədər sizlər üçün nə edə bilərik əziz tamaşaçılar? Hər zaman bekar olanda vaxtımızı nə ilə keçirdirik? Saz sala bilərik. Ay Allah. Hə, gəldi. Dedim sən gələnə qədər tamaşaçılara saz salıb ki, ürəkləri sıxılmasın, amma gəldim. Gəldim.
biraz naxoşlanmışam. Buradan da Zəfərən apteka. Sağ olasın. Piotr yandan amazing bir performance. Bəli. Başda da go for it. Mən paydan Amma mən çox sevindim. Açığı çox sevindim. Nəyə görə çox sevindim? Piotr Yanın mənə elə gəldi ki, o biz karyerası belə bitsəydi, Piotr Yanın necə oğlan olduğunu bilməyəcəkdik. Mən elə ona görə sevindim. Çünki Piotr Yan o axırıncı döyüşləri heç kimlə olub açıq mən bilmirəm. Yəni mən hələ şərhçi olaraq bütün işim budur da mənim. Yes. Corey Nudu belə baxanda Yox, şeydən sonra. Son Gedon Good'dur məsələn bu yaxınlarda. Ən sonda amma bir dənə 11 nömrə, 12 nömrə ilə döyüşdü. Onu da gəlib o döyüş haqqında danışmışıq özdə biz verilişdə də danışmışıq. Prosta qardaş 11-12 nömrə idi, adı yadımdan çıxıb. Go on, sorry. Nəysə. Sanki bura gəlməsəydi, yenə deyirəm, necə oğlan olduğunu bilməyəcəkdik. Və gözlənilənlərin kimin? Marcus McKee. Deyirəm axı McKee idi. Onu neyiniyib? Decision hamısı? Hamısı decision'dir. Decision machine'dir də biraz bu. Amma decision'ları qəşəngdir bunun. Çox gözəl, ən gözəl decision ki, sən demişdin onu. Ki ən gözəl decision machine is Piotr Yan. O da ki, əlinin ağırlığı yoxdur yazığın. Yoxsa qoyub uzadarcaq. Yes. Qoyur amma, uzada bilmir prosta. Və nə gözəl bir performans. Möhtəşəm bir performans. Boks desən boks, wrestling desən wrestling, kickbox desən kickboxing, grappling desən grappling. Hər şeydə, yəni MMA-in o deyirlər mixed martial arts. MMA-in hər bir hərfini deserve elədi də bu uşaq. Yes. Uşaq da deyirəm 32 yaş var idi, o gün baxdıq deyəsən. Elə bir şeydə. Həqiqətən halal olsun. Və Arman nədir? Nədir o birisi qardaşın adı? Merab? Merabın bütün elədiyi taktik, bütün elədiyində iki dənə şeylə məşğuldur Merab onsuz da. Yalandan zərbə atmaqla, bir də takedown eləməklə. Onların hamısının qarşısında çox effektiv aldı. Həm nədir? Cage. Clinch. Yox. Control. Divara söykənəndə. Cage'in divarına söykənəndə tuturdu, onları qaldırıb ata bilmədi. Həm nə bilim, açıqda ümumiyyətlə Merab eşimi yıxıram arada. Yes? Onun adamı clinch deyil ki, bildim Yox, standing clinch demirdim, şey demək istəyirdim. Cage'ə söykənən momentlərini demək istəyirdim. Amma hamısını müdafiə elədi və hər raundda demək olar ki, Merabı ciddi şəkildə zədələdi. Hört elədi, stun. Yəni ki, bir knockdowndan bir əvvəl elə bil ki. Stamina problemi də özü yaşamadı. Stamina problemini yaşayırdı 3-cü raundda. Bunu səninlə müzakirə etdik. Amma Merabın da yavaşlamağı məncə biraz o el arasında ikinci nəfəs deyil. Sanki 3-cü raunddan sonra həmin şey Piotr Yanın başına gəldi. İkinci nəfəs açıldı və yenə deyirəm, burada çox böyük səbəbdən biri də Merabın zəifləməyi oldu açığı. Çünki orada məncə bir psychological bir şey var, psixoloji bir şey ki, yəni sən deyirsən ki, mən danam, o round başlayan kimi sənin üstə vəhş kimi gəlsə, sən o dəqiqə onun başını buraxarsan. Amma görürsən ki, nəsə uğurlu alınır cəhdlərin, sanki insanın fiziologiyası biraz daha şey olur, nə olur bilmirəm, daha capacity daha çoxalırmı, yoxsa elə var imiş, sən özünü bilmirsənmiş. O elə ikinci nəfəsin məncə ideyası da odur. İkinci nəfəs o başqa motor yoxdur da orada. Planlıdan söhbət gedir. Yəqin ki o bir dənə threshold var ki, yorğunluq səviyyəsi. O psixoloji yorğunluq səviyyəsi var. Bir də fizioloji yorğunluq səviyyəsi. Psixolojide çox adam desən mən yox, çox adam psixolojide dayanır. Amma onu keçsən hələ bir neçə dənə də var. Elə bir jim vurursan deyirlər ki 10 dənə. Bir dənə mənim həmişə maraqlı gələn məqam odur. Deyirlər neçə dənə jim vura bilirsən, nə bilim 20 dənə. Doesn't matter. 19, 20-nə elə gedir ki, elə bu 20 rəqəmi Quranda zətdə yazılmış bir rəqəmdir. Yəni bu psixoloji yorğunluqdur. Yəni sən necə oldu ki 20-də elə dayandın? Yəni niyə 22-də, 18-də niyə dayanmadın? O 20-də dayanan oğlanın yoxdursa bir 5 dənə əlavə push-up'ı var. Nəysə, belə,
Biraz da danışarıq, amma sən də bir iki şeylər denən. Yo, mən açığı bu döyüş haqqında çox bilmirəm, Ejen nə deyim. Yəni ki, əslində cover elədin də. Yəni Merabın ümumiyyətcə, Merabın məncə problemi ondan ibarətdir ki, bir mənada tək silahı kardiosudur da, indi o aydın məsələ. Yəni Merab takedown bacarığı olaraq baxsan, yaxşı takedown eləyir, yox. Bunu indi bu döyüşə görə demirəm. Yəni lap mənə inanmırsınız, statistikaya baxın ki, Merabın nə qədər takedown attempti var, nə qədər successful takedownu var. Orada bir, yəni 20% falandır Merabın success rate'i. Doğrudan. Yes. Birinci döyüşlərində elə successful idi axı Merab. 11 dəfə takedown eləmişdi şeyi, Piotr'u 49 dənə cəhd eləmişdi amma. Jose Aldo 16 dənə cəhd elədi, 0. Umarın özünə 4 dənə falan takedown elədi, amma Kalan takedown girdi. Birinci raundda elə Umara bir 5 dənə takedown girdi. Bu statistika rəqəmləri hamısı attemptləri göstərirmi? Hə. İndi mən də elə bildim 49 dəfə takedown eləyib. Bu döyüşdə 27 dənə cəhd elədi, ikisini takedown elədi. Yes. 29-dan ikisini. 29-dan ikisini, hə, even. Yəni deməyim, indi bu döyüş lap spesifik oldu. Bunda faiz lap aşağı oldu da. Yes. Amma yəni Merab takedown eləməkdə başarılı bir adam deyil. Deyil. Xəbib kimi, Xəmzət kimi, even İslam kimi deyil ki, girdiyini götürsün. Merabın işi o deyil. Merabın işi yerdə kontrol da deyil. Onu da hardan bilə bilərik? Elə Merabın rekordundan. Bəli. Merabın rekordu nədir? UFC-də ən çox takedown eləmiş adam. UFC-də ən çox takedown eləyirsənsə, demək takedown kontrolun yaxşı deyil də, yəni. Bildin necə? Olsa durmazlar axı bir də eləməzsən. Xəbib məsələn niyə çox takedown yoxdur? Xəmzətin niyə çox takedown? 29-2. Xəmzətin məsələn niyə çox takedown yoxdur? 9-5-də o birisində. Bağışla sözü kəsin. 5 dəfə takedown Piotr eləyib, 2 dəfə Merab eləyib. 55%, 6%. İndi nə edir? Merab UFC rekorduna sahibdir də ən çox takedownda. İndi belə Xəmzətin məsələn heç çox takedown, əməlli azdır Xəmzətin. Çünki bir dəfə alır, qutarır oyununda. Xəbib onun kimi. Yəni takedownun rekordda olmağı əksinə kontrolunun pis olmağı deməkdir də, yəni. Takedown faizinin az olmağı yenə takedownun yaxşı olmamağı deməkdir. Merab strikingdə də onsuz da indi inkişaf elətdirir özünü. Yəni orada da bir yüksək səviyyəli fighter deyil. Submission game'i də yoxdur. Yəni Merab bu işlərə heç birinə baxmır. Yoxdur, biraz bilən tamaşaçılarımız inciyər bizdən ki, North to South. Şonu boğdatdı, amma bir dənə submissionu var UFC karyerasında, ona görə inciyərlər bizdən ki, necə yəni bir dənə submission olan adama deyirsən. Amma onu da deyim, bir dənə submission olan oğlanın elədiyi submission da deyildi, amma onu da demək istəyirəm. Hə, o strength şeydi amma biraz da. O da var idi amma. Merab güclü, buna da məsələn Gilyatin gedirdi ya 2 dəfə. Düzdür, close olmadı ikinci amma. Hə. Ya easy submission da elə heç. İndi və yəni junior adamın attempt eləyəcəyi bir şeydir. Easy ground. Amma rəqibin Sean O'Malley olmağını nəzərə al orada. Yəni okey, o vəziyyətdə yəni biraz güləşə bilən adam, biraz jiu-jitsu bilən adam olsa, məncə Merabın da bilmədiyini nəzərə alaraq o çıxardı oradan. Yəqin ki, o nəzərə almaq lazımdır biraz. O sözümün canı, yəni Merabı burada trash eləmək istəyirəm. Ev dediklərinin hamısı elə çıxdı, amma mən yəni demək istədiyim odur ki, Merabın bu heç nədə çox yüksək və yaxud da ümumiyyətcə yüksək səviyyədə olmamağı böyük bir problemdir ki, bunun bir dənə işi kardiodur da, yəni başqa bir şey. Merab özü çempion olandan sonra demişdi ki, Umarla döyüşdən sonra. Demişdi ki, indi mən çox rahatam ki, bütün döyüşlər 5 raund olacaq. Demişdi, Umarla məsələn 3 raund döyüşsəydi, uduzmuşdu. Çünki uduzmuşdu da 2 raundda 2-1. Yəni Merab əslində kardio xaricində də nələrisə ehtiyacı olduğunu gördü biraz. Bilirdi məncə açıq. Hə, onu və bilirdi, ona bir şey eləmirdi, eləyənmir. Amma həmin silahını əlindən alanda Merabın heç nə eləyə bilmir. Elə bir şey var. Yəni məsələn 5-ci raundda bilirdi ki, finish eləməlidir. Amma eyni zamanda da UFC-də 11 fight, 12 fight 2 dənə finish var da. Yəni what are the odds ki, indi finish eləyəsən. Yəni o biraz adamı əlatsız və ümidsiz qoyan bir şeydir. Məsələn, atıram, İslamın nə vaxtsa finish ehtiyacı olsun son round. İslam bilir ki, okey də all-out gedim, nəsə çıxar. Nə bilim, Pereira'nın, onun bunun. Merab'da o yoxdur. Finishə ehtiyacı olsun, deyir ki, okey də maksimum mən roundda ala bilərəm də finish. Qismət olsa. 18, o da heç onu da eləyə bilər. Heç onu da eləməyib də. İndiyəcə eləmir onu məncə. Yəni bu mənada biraz Merab da məncə bu öz levelına görə expose oldu.
Yes, yes. Talbot kimi expose yox da, yəni Meraba, Goat, nə bilim nə. Heç qorxduq da öyrəm. Qorxduq hərəkət deyil. Ya. Bu çünki şeylə əlaqəli də deyil ha. Yaşdaşmısan, nə bilim nə olub, weight cut eləmisən, bədənin zəifləyir, onlar hamısı var səbəb ayrı. Amma bu elə prime-ında göstərdiyi bu Goat'un göstərməli olduğu performans deyil. Deyil. Goat DJ-dir ki, gəlir Henry-yə udzur yenə topda qalır. Nə bilim, Bilirsən indi kimlərsə fikirləşər ki, nə bilim Xəbib də misal üçün one trick pony idi də, wrestlingi var idi, amma wrestlingi və kontrolu var idi, amma sən dediyin kimi, yəni bu kardio da bunun silahı, bu silah deyil axı kardio. Bu silah deyil, ha, silahı yoxdur yəni. Yes. Unlimited elə bil ki, tankına unlimited benzini var, amma bombası yoxdur. Heç nə yoxdur başqa. Ancaq üstündən keçə bilər. Bir də Merabı şeylə də udmaq olar da. Merab'a ümumiyyətlə fikir versək, son title fightların demək olar ki, hamısında ilk raundu udzur da Merab. Bu dəfə uddu elə. Bu dəfə uddu. Amma yəni ilk raundu udzuru niyə vurğulayıram? O da uddu. Udzmağını da niyə vurğulayıram? Yəni indi Piotr ilk raundu uddu, sabah başqa oğlan gələr, ilk 3 raundu udar. Yenə Kardiyovun köməyi olmaz. Həmişə onu deyirdin elə ki, 3 raund şey udsa. Ən rahatı odur da məncə. Merab'ı udmağın ən rahat yolu odur. Məncə indən sonra açığı Merab yaxşı rəqib versələr, Merabla daha yaxşı işlər görəcəklər. Yes. Başa düşürlər ki, bunun o yana itələsən zadə yəni. O qədər simple deyil amma və bütün takedown defensində baxsınlar, yanından öyrənsinlər. Hə. Yanın orada əsas mənə xoşuma gələn 2 dənə güləş hərəkəti oldu da. Strikingin məncə çox analiz eləməyə ehtiyac yoxdur. Onsuz da Merab'dan çox yaxşıdır da orada. Orada bir Merab'ın yoxdur ki. Hə, Merab'ın yoxdur. 300 dənə zərbə atıb, nədir belə bir. Orada 1-2 dənə şey elədi. Yəni deməli, hə strikingdə əsas şey nə idi ki, body shotlara çox işlədi ki, Merab'ın biraz daha staminasını əlindən alsın. Qollara, dirsəklərə işlədi, clinch vəziyyətlərində yenə qollarını yorsun. Açığı bədənə çox işlədiyini görmədim mən. Çox işləmədi, amma 3-4-5-də çox işlədi. Bildim, o zərbə hər boşluq Petryan heç yerə çox işləmir axı. Boşluq düşəndə vurur, boşluq düşən. Məsələn 2 dənə hook vurdu, 2 dənə xatırladığım 2 dənə təpik vurdu. Yes, yəni ki 3 raunda 4 dənə zərbə. Hə, amma düşən hamısında o iqrada o bir dənə yirsən amma o dəqiqə qızar. Ondan elədi də hamısını. Onu demək istəyirəm. Hə, Petryan efficiency adamı da axı biraz. Biraz yox, yəni ən çox odur da usta. Hə, bir elə şeyləri var idi, amma əsas mənim bəyəndiyim wrestlingində nə xoşuma gəldi. Bir o Merab da onu elədi, ikisi də reversal elədi, yerdə spiral elədi, axırda Petryan da qaldı. Üstə belə bir şirin hərəkət var. Bir də əsas yerə ümumiyyətlə çox getmədi, onsuz da Petryan imkan vermədi. Clinchlərin hamısında reverse eləyib özü Merab'ı şeyə sıxdı. Bəli. Qəfəsə sıxdı. Merab onu qəfəsə sıxmışdı, itələyib və oradan kontrol edib saxlamaq istəyirdi. Başladı qoluna dirsək, sonra da bir dənə əlini belə burdan salıb reverse eləyib, ayağını da belə triplə reverse eləyib keçdi hər dəfə o bir tərəfə. O məsələ normal idi. Onu şey də elədi, bu yaxınlarda İyan Geri də Belal Muhammedə hər clinchdə onu elədi. Clinchində. Qəfəs clinchlərin hamısında İyan Geri fırranda o bir tərəfə keçdi. Xatırlayırsan o döyüşü baxırdılar. O mənada Petryandan masterpiece. Masterpiece həqiqətən və Merab'ın levelına görə masterpiece yox. Actually masterpiece kimi gəlir mənə. Yəni Umarla da qoy bunu elə bir sabah bomba bir döyüşə baxarıq. Bilmirəm kim udar, kim udmaz, amma çox yaxşı bir döyüş olar məncə. Petryanın ümumiyyətlə belə təmiz duzluğu mənim xatırladığım 2 dənə döyüş var. Biri elə Merab'la birinci döyüş, biri də ki Alzoyla ikinci döyüşdə. Yəni belə Petryan bir də ki bir şey demək istəyirəm. Goat varsa Petryan deyə onu demək istəyirəm. Elə bir Merab, yəni bantamweight deyil, yəni baxmayaraq o qədər defense adı yoxdur. Defense deyəndə ki, defensi kimlər dikəcəyin? Koreyədir, Koreyni bu da udub. Yadımdadırsa Aljo bunu prosto wrestle dak elədi də nə? Sean O'Malley'dir, Sean O'Malley'ni bu da udub. Kimədir ki defensi? O mənada deyirəm. Şeydir. Umarı bu da udacaq. Yes. Mənə Petryan'da maraqlı gələn bir şey var. Petryan'ın içindən arada bir 5 saniyəlik, 3 saniyəlik bir dənə əcdaha çıxır. Elə bir kombinasiya eləyir ki, elə bir ki, doğulandan bundan məşğuldur. Yes. Və onu təkcə şeydə eləmir, təkcə boksda eləmir, takedownlarında da eləyir. Yəni bir spinning attack var onun weird, onu da eləyir. Yes.
Yəni ki, çox baxırsan ki, bu misal üçün wrestlingi olmayan adamın eləyəcəyi takedown deyil də. Hə, judo throws eləyir. Judo throws. Qəribə bir judo Yes, throws yes. yəni. Və takedownları da çox belə elə proper necə var, necə olmalıdır. Yəni heç boxer deyil yəni. Bu dəqiqə hətta I'm gonna go this far. İslam xaric. Yəni ən complete champion kimi gəlir mənə açığı. Məncə İslamdan daha kompletdir. İslamdan daha kompletdir. Yəni İslamın strikingi məncə heç o da öyle yəni məncə Petr Yanın completeness-nə baxanda ki Petr Yanın wrestlingi İslamın strikingindən daha yaxşıdır. Yes. Petr Yanın wrestlinginin pis olduğunu deyə biləcəyim heç nə yoxdur yəni. Və yaxşı olduğunu King of Wrestlingi takedown elədi, nə bilim. Prosta King of Wrestling deyil də amma da var. Okey, amma yəni ki elədi. Və onun throws hər cür grapple şeyi eləyir. İslamın amma strike'da o qədər yaxşı leveldə olduğunu gördüyüm bir şey yoxdur. Onu demək istəyirəm. Big Yan fan. Onu demək istəyirəm. Big Yan fan. Və ən başqa bir sevdiyim cəhəti də he is a fighter. He is a mean mother dude. Onun belə bir şey var. O bayaq takedown'un dediyinə elə takedown olsun, throw olsun da, yəni ki non-striking related stuff. Onları da boxing kimi eləyir. Nə mənada? Görmürsən 9 dəfə cəhd var, 5-i tutub. Onların hamısını ancaq dəqiq olacaq momentdə eləyir. Ümumi MMA-yə yanaşması bokserın yanaşmasıdır. Yes. O spinning attack zat da elədi. Bir dəfə elədi onu misal üçün. Bilsən nə? John Jones'un prime'ında elədiyi weird hərəkətlər var idi, amma hamısı düppəz vaxtda idi. Yes. Bilmirdin ki, nə vaxt nə edəcək. Çünki hər şey əlindən gəlir, o hər şey hamının əlindən gəlir. Yes. Random MMA fighter götür, o da spinning kick də eləyər, takedown da eləyər, nə də eləyər. Amma bir də var ki, düz momentdə həmişə düz şeyi eləməyi bacarığı. Və onu John Jones eləyirdi, rəhmətli bu eləyir. Corey Sandhagen'a da bir dənə spinning attack eləyib knockdown eləmişdi, yadva gəlir. Yes. Burada çox dəymədi, amma still looks. Amma eləyəndə elə eləyir ki, mənə o ləzzət eləyir. Eləyəndə elə eləyir ki, yəni o hərəkət nədirsə, o kombinasiya, o onun maksını eləyir də yəni. Yox, mənim nəzərdə tutulmuşam. Mükəmməl, 100%. Mənim nəzərdə tutulmadı ki, başa düşdüm nəyini. O hərəkəti eləyir, o anda fikirləşsən ki, bu momentdə elə ən düz hərəkət buydu və onu tapdı elədi. Yes. Onu demək istəyirəm. Normalda strikerlar məsələn strike'a çox odaqlanır. Bəzən nə bilim tutaq ki də submission momenti açılır, onu görmür. Nə bilim İslama bəlkə knockout momenti açılır, onu görmür, elə deyir mən yerə görmür də o şeyi. Bir də sən amma bir şey Jones görür axı hər momentdə düz şey görür. Elə o elite fighter odur da. O çox yoxdur ona, bilmirəm elite fighter odur mu da. Yox, yəni ki çünki onu desə elite fighter 3 nəfər zət var onun. Yes. Ən elitləri onlardır. O elə bir iki şey kimidir də. Bax, Messi kimi. Yəni ki, məsələn, Ronaldo beyninə qoyub ki, mən burada ayağımı belə eləyəcəm, o onu eləyir, situasiyadan asılı olmayaraq. Amma Messi qabağına burada çıxır, sağa dönür, bu çıxır, sola dönür, sonra bir də sola dönür. Çox situasiyaya uyğun. Sənə şeyi göstərmək istirdim. Yan zərbə endirir, kick. Tümerab. Onun setup'ına. Bunu indi biz baxanda prosta body kick oxşur da bu. Amma burada bir dənə də başına vurdu ya, by the way. Yes, ayda, onu çox gözəl. Burada misal üçün bir də buna bir dənə bax. Prosta dayandığı yerdə body kick vurduğu kimi gəlir, amma sən bir dənə söhbət elə, amma mən tapım. Okay. Yəni ki belə, bilmirəm də bu məsələni çox uzatmaq istəmirəm. Yes. Baxarıq. İndi bir digər bir məsələyə keçək də, bu vaxtlar bir dənə partlayış bir xəbər var axı. Sabah çıxdı o xəbər. Sabah necə bir xəbər çıxdı? Sabah çıxdı ki, sən demə, çıxmadı ya, ola bilər ki. İndi biz bax, bu həmin kickdən əvvəlkidir. Bax, əlinlə güya left hook atır. Bunu abandon elədi. Bu da həmin vaxtda elbowsunu qaldırdı. Həmin anda görməmişdim. Onu slow motion eləyəndə əlini belə atır prosta. Crazy. Elə bildim ki, prosta dayandığı yerdən dan qoyanda dəymir axı yəni. Yes, bloka dəyir. Bloka dəyir.
Və bloka dəymədən əlavə, actually bura dəyər çox pis olarsan. Bir də KO da ola bilərsən bayda. Yes, easy. O elə olanlar var. Sümükdə dəyib qırılan var yəni. Yes. Bura çox belə indestructible bir şeydir yəni, yox? Yox da yəni öz işinin oradaysa KO olarsan, o mən deyirəm, ola bilər. İndi belə bir şey var abi. Dəqiq bilmirəm. Mənim içimdə belə bir hiss var ki, bundan deyirəm danışaq. İndi biz verişi çəkirik həftənin 1-ci günü, ayın 9-u, 8-i üzr istəyirəm. Belə bir his var ki, nəsə bu UFC White House kartında sanki bir 8-9 dənə kəmər döyüşü olar. Yəni bilsən niyə? Fikirləşirəm ki, bu yanvardır, fevraldır, baxırıq ki, mərifətli title fight yoxdur. Bu title fightları hara yığıb saxlayırlar? Sanki sıxırlar, hə? Sanki sıxırlar. Deyək ki, oldu da 8-9 dənə title fight oldu. Bütün hamısı, hə? İnandırıcı gəlirsən amma 8-9 dənə olmağı. Valla, normal UFC tədbiri nə qədər olur? Yığıncağı deyək də tədbiri. Yox, fight sayı okey, yox. Vaxt baxımından okeydir. Vaxt baxımından okeydir, yes. 25 çünki fight sayı çox ola bilir. 14 dənə falan fight olur normalda. Olar o. Olar. Bir də White House deyəndə yaxşı da yarım saat artıq oturar. Söhbət ona gəlmir. Mənim deməyim odur ki, deyil, fikirləşirik ki 8-9 dənə title fight. 8-9 fikirləşirik elə. Toplam 11 dənə şey var. Division var. Qadınlı kişili. Qadınlı kişili. Geçən yarım saatdan vurursan. 8 çox gəlir. Yox, kimi tapırsan ora? Axı şey var. Bu available-dır, o döyür, bu nə bilim Martda da döyüşdü, o birisi nə bilim neynədir. Çempionların hamısını saxlayırsan. Məsələn, Volkanovski Lopez dalaşır da Martda. Martda dalaşmır, yanvarda dalaşır. Sorry, Martda da kimsə dalaşırdı axı. Olar, kimsə dalaşırdı. Valla Martda da kimsə dalaşırdı. Sən söhbət belə? Yanvarda ikisi dalbadal dalaşırlar, düzdürmü? Yes. Onları biri şeydir ama, Justin Gaethje'dir. Kimdir? Fevral, Mart yox. Nə Mart? Holloway Oliveira'ymış başımda. Bir BMF istəyir amma White House. Yes. BMF istəyir. Və bilsən necə bir BMF istəyir? Bəsdir dayı bu weightlərdə qaldı. Yes, real BMF. Which is? Heavyweightlər. Which is? Alex Pereira vs. John Jones. Yes. Exactly şey. Let's go. We want to see that fight. Məsələn, məncə o 8-9 kəmər eləsələr... White House-da özünü bir belt da istəyir, amma. Biri olar... 8-9 deyil, 8-9-un real kəmər olacağı inandırıcı gəlmir mənə. O çoxdur kimi gəlir, o qədər adamın... Həm də problemlər çıxarır. Hədə problem mənasında deyirəm elə. Ərə incələ falan, ona görə daha məntiqli gəlir ki, bir dənəsi BMF olar, bir dənəsi elə, o da White House belt olar. Bunu IBF tez-tez eləyir. Yes. IBF-in belə gic-gic 50 dənə belti var. Və şey də olar. Bir dənə məsələn interim belti var. Yəni taparsan. O cür taparsan. Amma belə yəni 8 dənə 9, 8 dənə belə mənə çətin gəlir də ki yaxşı Pantoyanı buraxdın döyüşdü. Nə bilim Merab döyüşdü. Nə bilim Volk utsa deyəcək ki, yox mənə vaxt var. Yox, ikisindən biri available olsa döyüşərlər məncə. Məncə çətin olmaz sözünə çıxır. Necə çətin ola bilər yəni? O vaxta qədər indi martdan mart, aprel, may bu arada gərək heç title fight qoymasın ki, o dediyin ola bilsin də, o demək istəyirəm. Yox, tutaq ki, Volk dalaşa bilmir, deyəcəklər bas getsin, gətir növbəti kimdə onlar title dalaşırlar. Vacib deyil ki, current çempion dalaşsın. Onda title fight olmur da, necə yəni, title alırsan əlindən yəni. Onda interim fight. Interim olmaz, yəni amma adını dəyişmək olar da, o günlərim nəyə görürəm? Deyir ki, hal-hazırda UFC çempionların içində heç kimin title defense yoxdur. Yes. That's crazy, hə? Yes. Piotr Yan bugün çempion oldu. Birisi Van, birisi İslam təzə. Onsuz da Merabla Pantoya idi, qalan yox idi onsuzda. İslam təzə olub. Pereira təzə olub. Heç kimi yox idi. Xəmzət onun kimi, şey onun kimi, Thomas Pinal onun kimi, hamısı elə. Prosta Pereira olub da onların hamısı biri quruq. Pereira olub, hə. Yox, yəni həmin anda yoxdur da. Yes, amma Pereira John Jones istəyərik, main event of White House. Yes. Və Pereira knockout eləsin onu orada. I would be so happy. Çox sevinərəm ona. Yes.
Amma Özdə 5-ci raund knockout eləsin. John Beşi- Johnson decisionla udduğu şeyi belə son 1 dəqiqədə knockout eləsin. Lap 5-ə dramatik olsun. qalmaz ya dəyiş. Pereira da amma da submit eləyər atar ya da ki bir knockout raunda olar. knockout No. olar. Aynen. Bir raunda knockout olmaz yox. Mən açığı John Johnson Pereira'dan qat-qat üstün döyüşçü olduğumu fikirləşirəm və mənə elə gəlir ki, John Johnson Pereira'nı bir raunda sabit eləyər atar. Amma John Johnson 40 yaşı var. Bəli. Pereira'nın da 40 yaşı var ha. Amma ki, indi 38 o nəsə də. Amma ki Pereira John Jones kimi deyil də, Pereira hələ cavandır. Yes. Baxmayaraq ki, yaşları eynidir. Və daha aktiv. Yəni John Johnson düşdüyü görünür get-gedə. Yes, Performans zəifləyir. Ona görə məncə indi kompetitiv döyüş olacaq səviyyədədir. Yes, qəşəng yerindədir. O John Johnson o vaxt özünün Pereira istədiyi vaxtda heç elə deyil idilər amma. Yes. İndi də istəyir amma. İndi White House-a görə istəyir White amma. House-a görə istəyir. Yəni ki o şeyi Stipen udandan sonra Pereira dedi vermədilər. Sonra nə bilim sonra demədi amma White House çıxmayandan sonra. Valla mənə elə gəlir ki, Pereira götürər bu döyüşü. Açığı Yes. Çünki İndi o olsa hə. wrestling qəzada girənə qədər ona bir normalni təpikdən, yumruqdan qoysa düzələr bu iş. Yes. Özdə John Jones da zərbə yeyən oğlandı, elə şey deyil. Yes. Yox, elə deyil ki, untouchable zat deyil də. Yo, heç untouchable. Heç untouchable Yeyir deyil. yəni. Pereira da heç o deyil zərbə yeməyi özləyəndə vurur o da yəni Yes, və atırsan. I wanna see that one. Hə. White House. İndi imkan olar, zərətqamız da olar. Yenə qutardı. Gedərik, baxarıq. Şey alırdı, content alırdı deyə. Hə. White House biraz cəmaət şey oldu ya orada. Başım bağlayaq da 8-dir saat. Nə danışacağıq Eday? Prosto ayrıda tamaşaçılara. Yo, elə yox. O mənada yox. Görək başqa nə var? Royal Cup-dan danışmayaq da məncə. Gəldi. Yes. Yo, danışmıyor. Gəlin həftə. Oradan bir dənə bir şey deyim amma. Bir dənə bir şey deyim. Deməli, bunu elə bundan və ya başqa deyəcəyin söz yoxdursa bu tema. Deməli, bizdə çox crazy söhbətlər var. Birincisi bu həftənin 4-cü günü. Bu həftənin 4-cü günü. CFC Core Fighting Championship. Türkiyə İstanbul mərkəzli Core Fighting Championship-də həmyerlərimiz döyüşə çıxacaq. Core Fighting Championship-in ikinci eventidir. Biz bu event haqqında Rəsulla da danışmışdıq. Son vaxtlar kompüterimiz xarab olub deyənə onların heç nə eləyəmirəm mən. Kompüter stil düzəlmədi by the way, stil o şey eləyir. Ona görə mən fikirləşirdim ki, son bir həftə ancaq Rəsulun şeyləri paylaşım, reelləri. Çünki orada rəqibinə söz atmışdı, amma qismət olmadı. Core Fighting Championship-də bizim dostumuz, qardaşımız, verişimizin qonağı Rəsul Rəhimov revanş döyüşündə Quvanç Zadayevlə döyüşəcək. Bu döyüşdə elə belə verdilər ki, Rəsul inşallah bir qələbə də artırsın. Çünki birinci döyüşdə də çox rahatlıq almışdı. Rəsul dediyinə görə bu dəfə birinci raundda məğlub eləmək istəyir. Uğurlar. Mənə elə gəlir ki, Quvanç Rəsulun səviyyəsində deyil. Burada prosta Rəsulu çox istəyirəm deyə mən işləmək istədim. Core Fighting Championship-dən danışmırıq. Daha önəmli nə var? Bu həftənin 6-cı günü Bellatorda kim döyüşür? PFL-də də Bellator yoxdur. Nəriman Abbasov. Yox. Henan Ferreira kimdir? Ngannou'nun son döyüşdə məğlub elədiyi. O PFL-in çempionu idi axı. Bəs okey, o bizim nə vecimizə? Ngannou'nu birinci raundda knockout elədi. Amma rəqibi kimdir? Rəqibi kimdir? Vadim The Baby Fedor Nemkov. Həqiqi deyirsən, yes. Vadimin də 34 yaşı var. Vadimin axırıncı məğlubiyyəti elə Yiriya uduzluğudur da karyerasında 7-ci faytı zadı. Doğrudan. Valla. Heç görmədim. Çoxdan. Necə uduzub bilmirsən? Ya ilkdir ya axırıncıdır. 2 dənə məğlubiyyəti var onsda. Udurdu da. Prohaskanı ham udurdu axı uduzmazlar. Onda bir sənə necədir? Rizin də döyüşürlər. Nədir o soyadı? Vadim Nemkov. Qardaşı da var, Viktor Nemkov. Qardaşı o deyil. Bu çox temadır. O vaxtdan bəri Yemelyanenko dedin. Nemkov dedin. Nemkov. Kimdir ki bu? Fedorun tələbəsi də 34 tələbəsi elə ya qardaş deyirsən. Neçə ildir bu şey. Adı necə udur? Udur döyüşü var da. Birinci hissə 10 dəqiqədir. Bu Rizinin döyüşləri belədir. Nemkovun da karyerasının çox başıdır ya. Yirin də karyerasının başıdır. Birinci hissə 10 dəqiqədir, ikinci, üçüncü hissə 5 dəqiqədir. Birinci 10 dəqiqəlik hissədən sonra exhaust olur, çıxan bir 2-3 saat qutarır. Raundu verirlər amma.
Bax belə çoxlu yerdə saxlayır, sonra amma son 1-2 dəqiqəni yerdə saxlayır deyəsən. Boğa bilmədi amma əməlli girin. Buna bax gör necə qiliyyətindən çıxır. Bütün gücün sərf eləyir indi. Burada yox, yəni ümumiyyətlə. Bax buna bax 8 dəqiqə qalıbsa, gör sənə boydadı. Bu Reason'in teması idi. Pride-da Reason'da belə şey var idi ki, ilk hissə 10 dəqiqə, ikinci, üçüncü hissə 5 dəqiqə. Qəribə formatda, hə? 10 dəqiqəlik hissədə başım raundu verirlər Nemkova, amma Nemkov ikinci raunda çıxmır və nokautla udur. Elə yazırlar. Daha bir yeri fight, yes. Udur da başım. Hədə udur. Amma şeyin axırını yeri udur da. Raundun axırını. Hə, raundun axırını yeri onun üstündə qalır da, orada. Bax qalacaq. Mənim elə yadımda. Çalan qiliyyətin girir amma. Hə, oralarda hamısında çox yorur da özünü. Uşaqdır da özü də o vaxt cavandı axı. Bax o qədər yorulub ki, raunddan çıxa bilmir yəni. Hə. Ona da inanmıram. Bax o psychological. Çox başladı bro. Bax indi 33 yaşı var. O da 2025-də, bax nə vaxtdı? İlk məğlubiyyətim yox. 23 yaşındadır bu fight. He's 23 that time. Karyerasında 6-cı döyüşdür. Sonra bir sonraki döyüşdə PFL-də dalaş. Dena'dan soruşublar. Bir sonraki student of Fyodor Emelianenko. He defeats everyone in a row. Would it be interesting for you to see him in the UFC? Neyi başa çıxarır? Nə boyda tərcümə edir? Heç nə He deyil. fights in Bellator and it'd be interesting for him to fight in the UFC. Yeah, and he's a lightweight. Okay, stupid thing. Video. Amma gələndən bəri elə bil, belə tak-takıdır da başım. Nə vaxtdan bəri deyim sən? 2016-dan bəri undefeated gedir də. 9 ildə uduzmayıb. Qəşəng. Bir həmin məğlubiyyətdən sonra bir dənə split decision uduzub, ikinci məğlub 5-2 olub oynan. 5-2-dən sonra indi elə bil 18-2-dir də. Okay. Və light heavyweight. Döyüşlər necə? Maraqlıdır. Heavyweight-ə keçib. Döyüşləri, bax məsələn əslində yes. Məsələn Timothy Johnson, Bruno Capelazza bunlara baxmışdım, heç şans vermədi də, başlayan kimi elə atdı yerə, boğdu, atdı. Amma məsələn mənə maraqlı gəlmişdi ki, Yoel Romero ilə necə decision-a getmişdi. Corey Anderson məsələn çox normal fighterdır. Əvvəl UFC-də döyüşdü Corey Anderson, yadında olar, qəşəng güləşçi idi. Onunla decision-a getməyi çatır mənə. Amma şeylə çatmır da yəni. Yoel Romero ilə, Yoelin nə bilim 86 yaşında decision-la getmək biraz I don't know. Məncə amma indi UFC heavyweight-ə gətirsən, yəni indi UFC heavyweight-də kim var? Yəni məsələn deyirlər hətta ki, Bellator-dan gələn belə elə çatdıra bilmir zət də məsəl üçün. Bu light heavy və heavy döyüşür də, düzdür? Yes. Light heavy-də İbo var da yəni. Heavy-də Tai Tuivasa var. Yes, yəni nə qədər pis olacaq ki, yəni. Onu demək istəyirəm. Birini udarsan. Nə qədər pis. Yəni bu axı lightweight-ə gəlmir, nə bilim welterweight-ə gəlmir deyəsən ki, yox, UFC səviyyəsi başqadır. Heavy-də, light heavy-də UFC səviyyəsi yoxdur axı ümumiyyətlə. 10 nəfər var bütün dünyada, biri budur da, yəni okey. Yes. Götürər onda. Hə, yəni. O qara Ngannou-da onu o vaxt udubsa çox qud deyil demək ki, ya. Belə səviyyə-məviyyə deyirik by the way. Məsəl üçün Yuri özü Rizində çempion idi, da Rizindən gəldi. Yes. Və UFC-də sonra tak 4 dənə dalbada qəribə çempion. Duplessis Çısıvıda çempion idi, gəldi bunun da otdu da yəni. Yəni gələndən bəri demək istəyirəm, hamı hardasa çempion idi, sözüm onda yox. Amma gələndən bəri dalbadal ancaq qələbə qazandı, sonra title fight-a çıxdı, onu da uddu o mənada. Yəni bu o demək deyil ki, başqa. Yox. İndi Bellator-dan gəlib, amma welterweight deyil demişkən, tarixdəki ən yaxşı streiklərdən birinin sahibi. Bu 6-cı gün döyüşür. Neil Magny ilə kim döyüşəcək? Gəl. Axırı düşək, bağlayırıq. Neil Magny ilə kim döyüşəcək? Dedim ki, welterweight-ə gəlmir Bellator-dan, light heavy-yə gəlir. Welterweight-ə gələn bir əfsanə. Wow. Yaroslav Amosov. Shut up. 28-1. Bellator'un former Bellator welterweight champ. Hara gəlir? UFC-də ilk döyüşünə çıxacaq. Nə vaxtı? Bu 6-cı gün. Bu 6-cı gün Nemkov PFL-də Ferreira ilə dalaşır. Onun başını burax, Yaroslav Amosov gəlir UFC-də ilk döyüşünə çıxacaq. Neil Magny ilə 28-1 rekordla 32 yaşı var. Fight Matrix-ə görə dünyadakı 9-cu welterweight-dir. Dalaşa bilir.
Yəqin də 28-1 ay Yox, bildim, indi 28-1 2 27-0 idi by the way. Ay Bellator'dadır da bura. Okey, indi Bellator zəif, amma Bellator'da da görəcəyik də. 27-0 Bellator'da da. Nil Magnes də yaxşı dalaşandı, yox? Yes. Qəşəng. Amma şey olmuşdu ya bu arada. Heç nə olmaz. Mənim elə yadımdadır. Heç nə olmaz. Amma if he got it back, mən Yaroslav Amosovun gəlməyi mən çoxdandan istəyirdim. Yaxşı ki bu Bellator batdı, əmələ gəldi. Dəqiqədə şu an çox gözlətməyəm. Yes. Buradan tamaşaçılarımıza üz tutub demək istəyirik ki, sponsorlarımıza üz tutub demək istəyirik ki, dəstəyinizi davam elətdirin. Sizin sayənizdə hər həftə bu veriliş işıq özü görür. Ne olar sponsor, ne olar. Bütün su firmaları, bütün çay firmaları, bütün illegal bet firmaları. Hamımıza buradan səslənirik. Ne olar. Getdik. Görüşə 2026-da bir də. Amin. Param Belə bir də serial şey kimi, bir kamerada daldana getsəydi belə sağollaşardı. Editörümüz dekretdədir. Drakari!